Biraz keçdi qabağa Peyğəmbər dedi ki, sizə şad xəbərim var. Dedilər, nədir şad xəbərim? Müjdəm var. Müjdə nədir? Dedi ki, qeybdən xəbər verirəm sizə ki, Mədinədə bir nəfər vardı, fitnə fəsad əhli idi, münafiq idi, adı Rüfaə öldü. Bu da münafiqlərə təsir edilir, bunun qardaşlarıdır da bunların. Bir dənə də şayə çıxartdılar, bir dənə də bir şübhə atdılar ortaya. Dedilər ki, yaxşı, bu ki, deyir, Mədinədə filan kəs ölüb, buradan bura dəvəsikdir, bir çoğu yerini bilmir. Mədinədən danışır. Bunlar elə bilir ki, hər şeyi qeybdən deməlidir Peyğəmbər. Şayəni yaydılar. Ümumiyyətlə, fitnə fəsad əhlinin işi budur. Bu nə hədis deyim sizə? Kulli münafiq murib. Münafiqin işi şək şübhə salmaqdır. Şək qatar ki, səni yesin, beynimi qarışdırsın. Münafiqin işi budur. Yəni, şübhə atdılar ortaya. Ki, Mədinədən dən vurur, dəvəni tapa bilmirik. Cəbrail Peyğəmbərə nazil oldu. Həzrət Cəbrail ki, Peyğəmbərə nazil oldu, həmən münafiqin sözün didi. Peyğəmbərə dəvənin yerini dedi. Və onların bir dənə də fitnəsinin qabağı aldı. Fikir verirsən, bir dənə müharibəyə geyimlər. Ona görə dünən deyirdim, Allah Peyğəmbərə deyir, nə yaxşı bunlar icazə aldılar, gəlmədilər. Bunların gəlməməyə çox xeyirlidir. Bax, gəliblər, ailəni vurublar bir-birinə. Gördün mü? Nə, gəldilər, girdilər müharibə, ikincisi başladı fitnənin. Bunlar həmişə belə olublar. İndi ki, daha nə baş verdi? Baş verən baş verdi. Axı, bu ki, şər atmışdı Zeydə. Peyğəmbəri elə təhqir eləmişdi. Quran ayəsi nazil oldu münafiq haqqında. O da budur. Yəqulunə ləin rəcə'nə iləl-Mədinə ləyəxrucənnəl əəzzu minhəl əzəllə. Münafiqun surəsindədir. Ay Peyğəmbər, o filan kəs deyir ki, Abdullah ibn Ubey qaydaq Mədinəyə izzətli zəlli çıxartacaq. Yəni, özünü izzətli zənn edir, səni zəlil zənn edir. Amma o xəbəri yoxdur. Və lillahil izzə və li rasulihi və lil mu'minin. İzzət Allaha məxsusdur. Peyğəmbərə məxsusdur, iman əhlinə məxsusdur. Və ləkinnəl münafiqin lə ya'ləmun. Münafiq belə şeyləri bilməz ki. Bu yayıldı ki, sahabələr eşidir. Etkidə bunun siması açılır. İkinci ayə. Humullezine yəqulun la tunfiqu alə mən indi Rasulillah. Alə mən indi Rasulillah. Peyğəmbər olar deyir ki, Peyğəmbərin yanında olanlara pul kömək eləməyin. Kömək eləməyin onlara. Qoy qalsın Peyğəmbərin yanındakılar. Qoy Peyğəmbər qalsın. Hətta tənfətdu. Hətta yənfətdu. Kömək eləməyin Peyğəmbərin yanında olanlara ki, Peyğəmbərdən dağılışsınlar. Qoysunlar Peyğəmbəri, çəkilsinlər. İkinci cavab. Allahın cavabı. Sən verdin, vermədin, ay kişi. Sənin pulu vallahi nə ehtiyacı bir şey. Və lillahi xəzainus səmavatı vəl-ərd. Göylərin və yerin xəzinəsi onundur. Və lakinnəl münafiqin la yəfqəhun. Münafiqlər belə dərin mövzuları başa düşməzlər. Belə dərin mövzulara başa düşməzlər. Zaman olub, Şeyb Əbu Talib, Əbu Talibin dərəsində 3 il bunlar iqtisadi blokada şəraitində yaşayıb, din yaşayıb. Həmən Allahdır da. Bunlar bilmirlər nə var, nə? 2 dənə ayə gəldi. Çünki münafiqlər 2 dənə söz demişdi. Abdullah ibn Übeyin siması çıxdı ortaya. Rusvay oldu. Rusvay oldu. Daha demək olar ki, bu müharibədə çox az siması qalmışdı, çox az. Bəzənlər gələ bir 10-15 dənə onlara möcüzə göstərərsən ki, inansında nə var, nə yox. Hələ biraz da bəziləri ayılmayıb. Bu qalıb indi. İşim onda yoxdur. Bunun abru gedəndə, onun ətrafının da abru gedir axı. Baxın, başladı yanır axı. Münafiqlərin başı budur. Olağın da abru gedir. Vəziyyət o yerə yetişdi ki, gəldilər, Abdullah. Da sən ayıbdır, bütün siman açıldı, bir dənə yolun var, deyirlər, nədir? De, get Peyğəmbərin qapısına, yəni təvəssül elə Peyğəmbərə, ayəsini deyəcəm sizə. Təvəssül elə Peyğəmbərə, Allah sənə bağışlasın. Sən başqa yolun yox deyə. Hissləndi. Deyir ki, başa düşmədim, iman düz gətir, iman gətirdim. Zəkat düz verin, zəkat verdik. İndi deyirsiniz, gedim o səcdə edeyim. Biraz belə qəribə danışdı.
Mən ona niyə getməliyəm qapısına? Ayə baxın. Ayə budur. Və izə qilə ləhum təaləv. Elə ki, onlara deyildi, gəlin, gəlin. Təaləv ərəb dilində yüksəkliyə qalxmaqdır. Yüksəkliyə qalxmaq. Adam bir nəfər dağın üstə dayanıb, aşağıdakı deyir, gəl, gəl. Gəl iki cürdə. Bir var, dayanmışam, səninlə eyni səviyyədə deyirəm, gəl. Bu bir cür gəldi. Bir də çıxmışam, yüksəkliyə deyirəm, gəl, gəl. Təaləv yuxarıya gəl. Yəni, təvəssül yuxarıya gəl, ucalmaqdır. Şirk deyil. İzə qilə ləhum təaləv, gəl Peyğəmbərə tərəf. Ne üçün? Yəstəxfir ləkum Rasulullah. Gəl, ay Abdullah ibn Ubey, Peyğəmbər istiğfar eləsin, Allah da sənə bağışlasın. Ləvvəv ruusəhum, başlarını tərpətdilər. Rəaytəhum yəsuddun və hum mustekbirun. Təkəbbürlü elədilər. Niyə geliyor onun qapısına? Onun qapısına niyə getməliyəm mən? Yox, o mənə bağışlayacaq, o mənə üçün bağışlanmaq diləyəcək. Xeyr ola. Və hum mustekbirun deyir, çox təkəbbürlüdülər. Təkəbbürü imkan vermədi. Necə ki, iblisə Allah dedi ki, İzə qulnə lil mələikə uscudu li Adəm, Adəmə səcdə eləyin, fəsəcədu, mələklər səcdə elədi, illa iblis, iblis yox, ne üçün? Əba və istəkbər, istikbar elədi. Münafiq də deyir, mustekbirun, təkəbbür imkan vermədi. Yaxşı. Bu ay özü bir təvəssülə işarədir.